Hər kəsə salamlar. Deməli, 2-3 gündür ki, Züleyxaya doğum günü qeyd edirik. Birinci günü nənəsi gildə qeyd elədi. Əslində doğum günü bu gündür, 23-dür. 22-si mən mamam gildə, biz nənə yerdə olduğumuza görə orada qeyd elədik. Dünən öz evimizdə qeyd elədik. 21-i nənəsi gildə qeyd elədik, düzdür? 22-si evdə qeyd elədik. Bugün isə 23-dür. Bugün ala bilmədiyimiz bəzi hədiyyələrini almağa getmişdik. İndi alınmış hədiyyələri üstə biraz da alış-veriş eləmişik. Onları da göstərəcəyik və dünənki ad gündən dostların təbriklərində qısa şəkildə də sındırma. Onları göstərəcəyik və davam edirik. Hədiyyələrimiz buradadır. Burada hədiyyələrdən əlavə özümüzün də elə belə aldığımız bəzi şeylər var. Bu sinif yoldaşı, həm də arkadaşı var. Onun hədiyyəsidir. Sinif yoldaşı dostu var, onun hədiyyəsidir. Lampamı mən də göstərim orada. İçindən çıxartmışıq. da yanır. İçindən çıxartmışıq. Karobkasını göstərmək istədim. Belə bir şeydir. Deməli, o sinif yoldaşının hədiyyəsi idi. Dostlar, belə bir pərvanəli şey də var. O dostun hədiyyəsi. Sinif yoldaşı və dostu dünən gəlmişdi. Onun hədiyyəsi idi. Daha sonra bunun içində var hədiyyələrin. Baxım, sən hədiyyələri hara qoydun? Hə, burada. Sonra bibisi, yəni əmsi, bir əmsi bunu hədiyyə gətirmişdi. Elə geçən jaketdə prosto qatlayıb necə gəldi qoyduğumuz üçün artıq qırışdırmışıq. Və o biri bibisi də, yəni o biri əmsigildə belə bir şalvar hədiyyə elədilər. Bundan dəst geyinməsi üçün. Daha sonra özünün hədiyyələri, yəni biz bacısı, mən, atası olaraqdan getdik, dedik nə hədiyyə istəyirsən? Dedik ki, kitabxanadan hədiyyə istəyirəm. Getdik kitabxanaya və kitabxanadan özü üçün istədiyi şeyləri aldıq. Belə bir albom alıb özünə. Çünki çəkməyi, rəngləməyi, boyamağı çox sevir. Özünə belə bir boya alıb. Bunu evdə işlədəcək, birində məktəbdə işlədəcək. Bu hansı aşkımın? Məndə. Sonra anasından belə bir söz üzüyü taxdıq. Qızıma, yox, Bənövşədir. Qızıma belə bir söz üzüyü taxdım. Biz artıq qızımla sözləndik. Biz artıq aşkıq. Sonra özünə bir dənə belə pozan aldı. Çoxdandır belə bir pozanı istəyir, bilmirəm niyə. Oyun hamuru kıvamında, Play-Doh kimi materialda pozandı. 2 dənə belə stiker aldı. Yəni bunlar bunun doğum günü hədiyyələridir. Yoxlayırsan mı? Əlim girdi içinə. Yoxlayırsan mı? Yox, sür özünüz yoxlayasın. Belə sulu boya deyil, bu yağlı boya. Dostlar, bunu məsrafda da oynada bilərsiniz. Belə yağlı boya kimi bir şeydir. Onu qoy içinə, bu sənin üzüyün. 2 dənə belə stikerdir, biraz qabarıq formada. Daha sonra Zeynəb xanım özünə belə bir boyalar aldı. Bunun içini görmək istəyirəm. Göstərməkdən sonra. Bunlar da yağlı boyalardır. Akrilik boya deyirlər. Nə deyirlər bunlara? Və bunu işləmək üçün də belə fırçalar aldı Zeynəb özünə boyalarıyla işləmək üçün. Bundan da bu üzük vasitəsində Zeynəblə sözləndik. Artıq biz aşkıq və sözlənmiş sayılırıq. Sonra çoxdandır görüb bəyəndiyimiz belə karandaşlardır. Bruloklu karandaşlar. Qəşəng karandaş oxşuyur. Belə karandaş aldılar özlərinə. Bunları kitabxanadan Züleyxa öz doğum günü üçün bizdən, atasından istədiyi hədiyyələrdir. Bunlardır. Daha sonra dediyim kimi anam gildəydim. Onu da videoda göstərmişəm onsuz da. Orada xalası paltar almışdı. Özlərini olmadığı vaxt almışdı. Yəni əyinlərinə gəlmədi. Ona görə o hədiyyəni hədiyyə edə bilmədiyi üçün gedib əvəzinə, nə bilim, çaşqa falan almışdı, başqa şeylər almışdı, göstərə bilməyəcəyim, bitirdi. Belə çaşqa, onu gözlə tələsmədən. 2 dənə belə çaşqa almışdı, qarışdırmayaq, yavaş-yavaş hamısını göstərək. 2 dənə belə corab almışdı xalası. 2 adət corab, çünki 2 nəfərdilər. Ad gün 1 nəfərində olsa 2 nəfərdilər. Sonra xalası futbolka olmadığını görə Dostlar, mənim makinimdə bayağı bir hədiyyə alınmışdı. Və böyle bir şeylər almışdı. Bunlar da xalasının hədiyyələri idi. Və bacım, bu da Selcanın bayaq göstərdiyimiz həmin bu məşhur işığı hədiyyə eləyən. Qalsın, işıq düşür, taxarıq. Və belə bir qurbağalı saç buruşqası alıb. Bu da sənə tuta bilərsən. Daha sonra mənə bacım hədiyyə eləmişdi. Onu göstərmək istəyirəm. İndi bacımın mənə hədiyyəsini.
Bunu mənə balaca bacım hədiyyə eləyib. Bu dondu belə. İndi dəbdədir bu donlar. Uzun, arxadan iplə yığmalı dondu. Və böyük bacımın hədiyyəsi isə bir duş gelidir. Və bir ədəd çox gözəl köynəkdir. Mən ümumiyyətlə geyimdə köynəyə bayılıram. Çox sevirəm köynəyi. Hələ belə materialda köynəyi vəbşəm sevirəm. Prosto bunda elə bir şəkildə basmışıq, salafana gətirmişik ki, bütün qırış-qırış olub denən. Dostlar, gördüyünüz kimi boyalar almışıq və gözəl-gözəl çeşidli fırçalar almışıq. Bu fırçalarla, bu boyalarla kim daha gözəl şəkil çəkdi, rəsm çəkdi, istəyirsənizsə nə olar yaza bilərsiniz şərh yerinə ki, o fırçalarla, o boyalarla şəkil çəkin, baxaq necədir. Yoxlayın, şəkil çəkin, göstərin, elə bir vlog çəkin, çəkib paylaşa bilərik. Və bunlar mənim öz aldıqlarımdır. Hədiyələrdən corablardır. Mən alış-verişə çıxanda aldığım ən maksimum şey corablardır. Belə özümə corab almışam. Bir dənə belə corab almışam. Sən nə güzeldir. Burasına bax, böyük. Mən çox sevdim, gözümdə qaldı. Gedərəm istəsə alaram da, qəşəngin alaram. Belə corab almışam özümə. Bir dənə belə dəsmal almışam. Sonra nə almışam? Bunlar da corabdır yenə. Dediyim kimi. Corab sevdası. Və Zeynəbə bir belə tayt almışam. Tayt. Amma əyninə necə olacaq bilmirəm. Əslində bir də xala mənə dəri şey vermişdi şala. Deyəsən böyüklər üçündür. İçi belədir, qalındır. Üstü sadədir. Əyninə yoxlamamışam, necə olacaq bilmirəm. Qiyməti üstündə qalmayıb, qiyməti yoxdur. Bilmirəm neçəyə aldığımı. Elə böyük bir qiymətə almamışdım. Səhv eləmirəmsə 8 manat falan civarındaydı, yoxsa 10 manat civarındaydı, bilmirəm. Qalın materialı var, qəşəng. Belə bir dənə tayt almışam Zeynəbə. Daha sonra nə almışam mən? Bunu göstərdik, bunu göstərdik. 2 dənə də belə qab almışam. Yəni mətbəxdə işlətmək üçün buna pendir qoymağı düşünürəm. Soyuducuya pendir qoyanda, pendiri biz salafanda qoyuruq, salafanda alırıq. Bunun içində səliqəli qoyub qoymaq olar. Bu isə istənilən hər şeyi istifadə etmək olar. Yumaq olar, hər şeyi istifadə etmək olar. Az bir miqdar xəmir də eləmək olar, krem də hazırlamaq olar içində. Başqa nəyinizsə qaldı göstərmədiyiniz. Və mən bir dənə də belə bir şey almışam. Bunu hədiyyə almışam, ancaq özümə almamışam. Ümid edirəm ki, hədiyyə aldığım insan bəyənər. Amma kamerada rəngi daha şey göstərir. Açıq. Açıq. Bənövşəyidir, Yasəmən rəngidir. Belə biraz hazır. Mənim özümün hicabından. İşığı götürəsin. Məndə qəhvəyə hicabım var. Bu onun bənövşəyisidir. Belə bir hicabdır. Bunu hədiyyə almışam. Amma yəni üzərinə də bir dənə köynək alıb hədiyyə qoymağı düşünürəm. Hədiyyədir bu. Yəni doğum gününə gedəcək, onun hədiyyəsidir. Bu qədər dostlar, doğum günü vlogundan da az bir şey çəkmişik. Onu da əvvəlini əlavə eləyəcəm. Dostlar, Zeynəb sizə bir şey. Görək Zeynəb bizə nə gətirir. Yox, dostlar, barmağınızı gətirin. Artıq biz evləndik. Və doğum günü vlogu çox az çəkdim amma nəsə bir hissələr burada keçirdiyimiz doğum gündən. Onu da videonun önünə əlavə edəcəm ya da sonuna əlavə edəcəm. Hə, sonuna əlavə edərik. O da Züleyxanın ad günü part 2 olar. Bu qədər. Görüşərik. Sağ olun. Abunə olmağı, bəyənməyi, videolarımızı, şərh yazmağı unutmayın. Hamınızı çox sevirik. Bəyənməyi deyirəm. Hamınızı çox sevirik. Sağ olun. Sağ olun. Hə. Bunu alabilir. Töksən, habire biz çıxacaq 3 dənə çapaq. Çəkəcəm də, qalanı qazandadır. Gəl bura. Nə bilim. YouTube'a qoyacağım sonra. Züleyxanın ad günüdür. Qızlar təbrik eləsinlər. Erdoğan sən də təbrik elə. Təşəkkür edirsən onlara. Selcan, əsas mübarək sinif yoldaşım, qohumum, canım, dostum. İnşallah 9 yaşın olar. çox sağ ol Selcan. Ən ürəkdən təbrik gəldi. Bu da əmisi qızı. Əcənə mübarək dedim. Hə. Qızımın doğum günüsü. Kurban olaram sənə. O kadar rahatsız çıkan beladan. Görmüş
başınıza kalsın. Keçin gəlin. En başında böyle. Bilirdim de görmüştüm. Ha gördüm. Nerede tartmıyor? Az yanlış yapıyor. Yandı. Işığı yandır. Ne tartma. Siz aramayın ben sorayım. Hamız baş. Ne olacak yandırırsan? Benim ucumda sen de Yandıran valla bilmirəm arası yanmır. Şamın harası. Samregildə belə şey yandırır. Ana şama bakmadınız arkası var yok. Üstü olardınız da. Samregildə. Yoxma, araldır. Tez elin. Ha bu şum elinde çekti. Şamın gözü yandı. Netkiz ışığı yandırın görmez. Yanmaz, heç nə düşmədi onlar. Hala pazara peşte geçti yandırıldı. Ha esas olmaz. Sanki ağzına bir kutum su getir. Bunu fişeksiz yani gözüne tutsun. Gördüm ki açılmadı. Eşitsən baba. Samregildə Yavaş, yavaş. Biri kəsin, biri kəsin. Bir yerdə qırağına hərsi. Maşallah ne güzel toymuş. Ay kaç tane kara kız. Ay patsandan aradı. Qabları verəcəm. Biri duradı ikisi. Zaten Leyla koy görün Leyla. Doğra, şəbnəm. Belə doğra, çasın hamısına. Belə kəsir, belə demirsən. Acayip.